NATO sammitindən uğurla qayıdan Ukrayna Rusiyaya dron hücumlarını artırıb. Kreml müharibəni dayandırmağa sövq etmək üçün xüsusən də enerji infrastrukturları hədəf alınıb. Bu dəfə də zərbələrdən biri Krasnodar diyarındakı neft emalı zavoduna dəyib. Bu, Cənubi Federal dairəsindəki əsas yanacaq müəssisələrindən biridir. Onun istehsal gücü ildə 6,6 milyon ton neftdir. Bundan başqa Rusiyada hücumlar səbəbindən bir neçə mühüm obyektdə dağıntı və yanğınlar qeydə alınıb. Azov şəhərindəki optik mexaniki zavoda da zərbələr endirilib. Bu müəssisə yüksək dəqiq sistemlərin istehsalında ixtisaslaşıb və ölkənin müdafiə sənayesinin formalaşmasında iştirak eləyir. Moskva da Ukraynanın hədəfləri arasındadır. Hətta müvəqqəti olaraq Domodedovo beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb. Elə Ukrayna prezidenti Volodimir Zelenski də Amerikalı həmkarı Donald Trumpla görüşündə Moskvadakı dron hücumlarına diqqət çəkib. Putin dedi ki, Moskvada görüşməkdən məmnun olaram. Mən də dedim ki, özümü Zelenskinin yerinə qoymalıyam. Bilmirəm, o Moskvaya gedərdi ya yox. Bəlkə də gedərdi. Siz Moskvaya gedərdiniz? Çətindir. Ukraynaya məxsus çoxlu dronlar havadadır. Bu təhlükəlidir. Hücumlar nəticəsində isə Rusiyada yanacaq böhranı dərinləşir. Son 5 həftə ərzində benzin qiymətləri 8,9% artıb. Bu, ilin əvvəlindəki qiymətlərlə müqayisədə təxminən 2 dəfə çoxdur. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, yanacaq doldurma məntəqələrində qiymətlərin illik artımı 21,9%-ə çatıb. Bu, 2010-cu ilin mayından bəri ən yüksək göstəricidir. Həmçinin dizel yanacağının ixracına tam qadağa tətbiq edilib. Ən çox qiymət artımı isə Krımda qeydə alınıb. Yarımadaya Ukraynanın zərbələri daha da çoxalıb. Rusiyanı Krıma aparan quru dəhlizinə də zərbələr indirilib. Bundan əlavə dəniz təchizat yolları da hədəf alınıb. Kiyev son 4 gündə ən azı 25 gəminin vurulduğunu və yandırıldığını bildirib. Bu qədər qısa müddətdə baş verən bu itkilər Rusiyanın dəniz qabiliyyətinə, eləcə də Prezident Vladimir Putinin yanacaq tədarükünün saxlanılması ilə bağlı zəmanətinə açıq bir zərbədir. Zelenski bildirib ki, Kiyevin neft emalı zavodlarını hədəfə alması Rusiyanın hücumlarına qanuni cavabdır. Onun sözlərinə görə Rusiya vətəndaşları məhz onların dövlətinin müharibə apardığını hiss etməlidirlər. Eyni zamanda Kiyev bir neçə ay ərzində Patriot hava hücumundan müdafiə raketlərinin istehsalı üçün lisenziya əldə edə bilər. Lakin istehsalın həcmi və gücü razılaşmanın şərtlərindən asılı olacaq. İlk növbədə istehsal müəssisələrinin təhlükəsiz yerdə yerləşməsi məsələsini müzakirə etməliyik. Belə müəssisələrin yer altında onları məqsədli zərbələrdən qoruyacaq sığınacaqlarda tikilməsi barədə düşünməliyik. Çünki indi Rusiyanın əsas hədəflərindən biri bu cür müəssisələri vurmaq olacaq. Trump çıxışı zamanı böyük ehtimalla Patriot sistemlərinin istehsalı üçün lisenziya veriləcəyini dedi. Lakin konkret olaraq nə istehsal edəcəyimizi dəqiqləşdirmədi. Mövcud istehsal müəssisələrinin bazasında bu istehsalın yerləşdirilməsi mümkündür. Bunun üçün Ukraynada hətta xüsusi dövlət proqramı da mövcuddur. Ukrayna bu raketlərin istehsalının genişləndirilməsinə töhfə verə biləcək ölkələr klubuna qoşulur. Çünki bir daha təkrar edirəm, hazırda əsas problem buraxılış qurğularının, radarların və ya komanda məntəqələrinin istehsalının artırılması deyil. Baxmayaraq ki, xüsusilə radarlar baxımından buna da ehtiyac var. Ən təcili problem raket çatışmazlığıdır. Reuters yazır ki, Rusiya hazırda Ukrayna ilə sülh danışıqları aparmaq çağırışlarını rədd eləyir. Nəşrin iddiasına görə Moskva müharibəni daha da genişləndirməyə meyillidir. Hətta Rusiyanın Donbasın qalan hissəsini tam nəzarətə götürmək məqsədindən geri çəkilmədiyi bildirilir. İki mənbə iddia edir ki, eskalasiya avqustda baş verə bilər. Kiyevin son aylarda əldə etdiyi kəşfiyyat məlumatları da Moskvanın sülhə deyil, savaşın arealının daha da genişləndirilməsinə hazırlaşdığını göstərir. Rusiyanın bu müharibədə indiyə qədər üzləşmədiyi hadisə ilə baş-başa qaldığını görürük. Rusiya döyüş meydanında məqsədlərinə çox tez bir zamanda çata biləcəyi barədə yalan iddialar irəli sürməyə davam edir. Ukrayna çoxlu sayda dronla bu geniş miqyaslı hücumları həyata keçirmək üçün gündən-günə irəliləyir. Diqqətlə izlədiyimiz məsələlərdən biri də Kiyevin həm Rusiya ərazisində, həm də işğal olunan Ukrayna bölgələrində həyata keçirdiyi müxtəlif zərbə kampaniyalarının döyüş meydanına necə təsir göstərəcəyidir. Artıq bu təsirlərin ilk əlamətlərini görməyə başlayırıq.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Rusiyanın Ukraynanın şimal bölgələrində bufer zonası yaratmaq istədiyini bildirib. O, Moskvanın Donbası nəzarətə götürməyə çalışdığını deyib. Lakin Kiyev torpaq güzəştinə getmək niyyətində deyil. Bundan başqa son aylarda baş verən yanacaq böhranı səbəbindən Vladimir Putinin reytinqində enmə müşahidə olunub. Azalmanın ardıcıl 2 həftədir ki, qeyd alındığı bildirilir.